Salam əziz 9-cu sinif şagirdləri. Dəyər nəşrlərinin 25 yanvar 2026-cı il tarixində təşkil etdiyi sınaq imtahanının izahını verməyə çalışacağım. İzaha keçməmişdən öncə kanalıma abunə olmağı və videonu bəyənib şərh bölməsində də fikirlərinizi yazmağı unutmayın. Birinci sualla başlayaq. Səhv yazılmış sözü bizdən soruşur. Bax burada kəfkir yox, kəfcir yazılmalı idi. Odur ki, cavabımız birbaşa Y olacaq. Burada əlavə izahə ehtiyac yoxdur. 28-ci sualda hansı atalar sözün tərkibində amonimliyi olan söz işlənməyib? Məsələn, A variantında burada sağ əlini verəni sol əl gərək bilməsin. Məsələn, burada sağ sözü amonim sözdür. B variantında gül sözü, D variantında məsələn bağ sözüdür, Y variantında isə deyək ki, güc yaxud dar sözü, amma C variantında dost başa baxar düşmən ağa nümunəsində amonimli olan söz yoxdur. 29-cu sualda iki müxtəlif səs eyni hərflə. Məsələn, baxsaq C variantına kağız sözündə Ç, Ç kimi, kadr sözündə isə K, K səsini ifadə edir. Müxtəlif hərflər eyni səslə ifadə olunub. Ona görə cavabımız C olmuş olacaq. Ağ göyərçin ifadəsində göyərçin sözünü silib yerinə mən yalan sözünü qoysam, birinci söz, yəni ağ sözü məcazi məna ifadə etmiş olar. Yəni ağ yalan. Hansı nümunədə fərqləndirilən şəkilçini başqa şəkilçi ilə əvəz etmək olmaz? Məsələn, A variantında evə gedəndə əndəni götür, ərkən qoy. Evə gedərkən. B variantında məsələn göylərdən yerlərə nur ələnibdir, ibin yerinə miş qoy, ələnmişdir. Olar. C variantında baməzə sözündə bağını götür, məziyə li artır, məzəli. Bu da olur. D variantında göyümtül, məsələn göyümtürək şəklinə sala bilərsən, amma Y variantında burada nadin sözündə dəyişmək olmayacaq. Cavabımız olacaq Y variantı. Sillogizmdə nədə soruşur bizdən? Qrammatik şəkilçilər sözün leksik mənasını yox, yalnız formasını dəyişir. İsmin hal şəkilçiləri də qrammatik şəkilçilərdirsə, deməli İsmin hal şəkilçiləri sözün yalnız formasını dəyişir. Cavabımız D olacaq. Biri düzəltmə sayı deyil, 15-ci mürəkkəb sıra sayıdır. 34-cü sual. Nümunədə qoşma işlənməyib. Məsələn, A variantında 3-ün qoşması var. B variantında göz yaşımla, sirdaşımla burada var. C variantında Sandro odun dalınca getmək bəhanəsi ilə dalı ilə, canı ilə əvəz edə bilərsən, qoşmadır. Y variantında dağın zirvələri daim qarla örtülür, qar ilə. Burada da var, amma D variantında yoxdur. 35-ci sualda müqayisə cədvəlindəki səhvi soruşur. Sıxılmaq sözü, baxın sözün kökü sıxmaq feilidir, ıl leksik. Çünki ıl, il, ul, ül feillərə qoşulur. Məsələn, başqa bir sözə qoşsaq, məsələn, kəsilmək, yazılmaq, qazılmaq və s. Qayıdış növdə olan feildir. Bu doğru fikirdir. Məsələn, bulutlar sıxıldı. Ona görə bir doğrudur, silirəm. Bir hansı variantda varsa gedir. Sifətdən düzəlib, xeyir feildən düzəlib. Sıxlaşanda sözündə laş ləş şəkilçisi adlara qoşulur. Məsələn, pisləşmək, yaxşılaşmaq və s. Deməli, həqiqətən də sıxlaşanda sözündə sözün kökü sıx sifətidir. Kökü feil amonimdir. Bu da doğru fikirdir. 3-ü də sildim. Quruluşuna görə sadədir, səhvdir. Tərkib əmələ gətirə bilir hər ikisi. Çünki bu məslərdir, bu feili bağlama. Bu doğru fikirdir. Məlum növdədir. Yox, sıxlaşanda məlum növdədir. Sıxılmaq deyil. 6 yanlışdır. Deməli, 2, 4, 6 o da B variantı. Cümlə üzvləri və cümlələr arasında əlaqə yaratmağa xidmət edən bağlayıcını soruşur bizdən. Deməli, cümlə üzvü deyirsə, tabelik bağlayıcılarını həmən siləcəm. Çünki bunlar yalnız tabeli mürəkkəb cümlənin tərəfləri arasında işlənir. İlə bağlayıcısı da cümlə üzvləri arasında işlənə bilmir. Ona görə cavabımız iştirak bağlayıcısı olan Y variantıdır. Belə. Mətnimizlə tanış olmayanlar videonu dayandıraraq mətnlə tanış ola bilərlər. 37-ci suala əsasən, mətnə əsasən nəyin deməli, nəyi müəyyən etmək olmur? Qoca Firuzun gözünə yuxu getməməsinin səbəbi nə idi? Təbii ki, o qız səhərə kimi bax, Sürəyə gecələr titrədiyini görən baba səhərə qədər gözdən yuxu getmirdi. Bunu müəyyən edə bilirik. Bu getdi. Sürəyanın anasının nə səbəbi ölmüşdü? Bu səbəbi yoxdur. Qızcığaz niyə səhərə qədər titrəyirdi? Çünki evdə deməli qış gəlməsinə baxmayaraq hələ də ocaq yanmırdı. Ona görə bunun səbəbi var. Sürəyanın niyə şikəst olduğunu, ona görə şikəst idi ki, deməli ev rütubətli idi. Ona görə də həmin o qızcığaz şikəst olmuşdu, soyuqdan şikəst olmuşdu. Bu da var. Firuz babanın oğlunun başına nə iş gəldiyini biz bilmirik. Cavabımız 2-5 C olacaq. Mətnin məzmunu ilə səsləşən aforizm deməli odur ki, yoxsulluq bəzən bir ailəni məhv edə bilər. Yoxsulluq əslində dəhşətli bir şeydir. Cavabımız olacaq D variantı.
39-cu sualda deməli nömrələnmiş hansı abzasdan sonra artırsaq mətni zənginləşdirmiş olaraq nədən danışır? Axşam uşaqlar karxanadan çıxarkən qar yağırdı. Balaca Süreyyanı yoldaşları yenə qolları üstündə küçəyə çıxartdılar. Lakin bu dəfə darvaza qarşısında qoca Firuz onları qarşılamadı. Süreyya yoldaşlarına qorxarsınız gedin dedi. Onlar da biraz gözləyib getdi. Nə qədər vaxt keçdi, amma Firuz baba yenə də gəlmədi. Nəhayət bu qarlı gecəni küçədə tək qalacağını anladı. Səhər açılmış, Süreyyanı don vurmuş və ölmüşdü. Qoca nəqqaş Süreyyaya baxaraq köksünü ötürdü və dedi: "Yox, bu cür davam edə bilməz. O gün gələcək, gün doğacaq, qönçələr açacaq." Deməli biz bunu hara yaza bilərik? Yaza bilərik Firuz babanın ölməsi məsələsi. Firuz baba harda öldü? Bax 6-cı abzasda. Ona görə biz bunu hara qoyacağıq? 6-cı abzasdan sonra artıra biləcəyik. Belə. Növbəti sual çərçivədə verilmiş sözün mətnə görə şərhini bizdən soruşur. Hansı sözlərdir baxaq. Deməli çərçivədə verilmiş söz. Gözləri yol çəkmək. Aha. Deməli karxana darvazasına baxıb gözləri yol çəkirdi. Baxaq görək. Gözlərini zilləyib fikrə dalmaq bu mənaya gəlir. Uzun müddət eyni nöqtəyə baxmaq bu mənaya gəlir. Amma bunlar 2-4 gəlməz. 2-4 harda varsa sildim. Ana harasa gözlərini zilləyib fikrə dalmışdı. Olar xəstənin gözlərini qırpmadan uzun müddət qapıya baxaraq keçən günlər fikirləşir. Bu da düz gəlir. A variantı. Tün təriflə verilmiş cümlədə nöqtələrin yerinə hansı ifadəni yazsa fikir daha dəqiq və düzgün olar. Deməli tün təriflə verilmiş. Aha. Qoca Firuz bu gün hamını neyləmişdi? Heyrətə salmışdı, təəccübləndirmişdi. 1-5. B variantı. Hansı fikirlər mətndə əks olunmuşdu? Qoca Firuz hər gün bazarda ağır yük daşımaqla dolanırdı. Süreyyanın anası onu xalça karxanasında işləməyə, ana məsələsi yoxdur, ana ölmüşdü. Qoca Firuzun ailəsində ondan və nəvəsindən başqa heç kim yox idi. Bu var. Süreyyanın toxuduğu xalçalardakı qızıl qönçələr hamı tərəfindən bəyənilirdi. Mətndə bu haqda məlumat varmı? Yoxdur. Bir dəqiqə mən baxıram bura. Baxıram. Deməli baxıram. Aha. Yoxdur. Yoxdursa, deməli biri də nədir? Biri də 4-dür. 3-4. B variantı. Ona bir də var idi. Mətnin düzgün plan ardıcılığı. Faciəvi hadisə sonlara doğrudur. Xəyallara dalan qoca, qışın sərt şəraitində çarəsizlik, ağır uşaqlıq taleyi. Aha, xəyallara dalan qoca birinci 2 gələcək. Bir dəqiqə baxın. Bax burada birinci 2 ilə başlayacaq. Xəyallara dalan qoca mətnin giriş hissəsində elə bax burada necə dedi? Karxana darvazasına baxıb gözləri yol çəkir, fikrə gedir. Dincəlirdimi? Yox, ağır onu daha ağır yük gözləyirdi. Xəyallara dalma ən birinci 2 gələcək. 2 ilə başlayan cümlə A variantıdır. Ona görə cavabımız A olacaq. Səbəb-nəticə əlaqəsindəki uyğunsuzluq. Qoca Firuz bazarda ağır yük daşıyırdı. Nəticədə o günün sonunda çox yorulurdu. Bu var. Süreyya xalça karxanasında işləyirdi. O ailəsinin dolanışığına kömək edirdi. Bu da var. Qış sərt keçirdi. Odun tapılmırdı. Süreyya gecələr titrəyirdi. Bu da var. Qoca Firuz yaşına baxmayaraq ağır işləyirdi. O nəvəsini rahat şəraitdə saxlayır. Rahat şərait məsələsi yoxdur. Cavabımız olacaq B variantı. Belə. Əvvəlinə işarə qoyulmuş ifadəni mətndəkindən fərqli mənada cümlədə işlədək. Deməli, hansı sözdür o? Şikəst. Aha, bu şikəst qız. Şikəst sözü burada həqiqi mənadadır. Deməli, biz bunu məcazi mənada işlətməliyik. Belə bir cümlə qeyd eləyəcəm. Məsələn, onun şikəst arzuları, məsələn, onun şikəst arzuları heç vaxt, məsələn, heç vaxt gerçəkləşmədi. Gerçəkləşmədi. Məsələn, burada şikəst sözü məcazi mənada işlənibdir. Nə bilim, şikəst bir həyat yaşayırdı. Belə bir cümlədə yazıram. Şikəst bir həyat yaşayırdı. Bu da verilən ifadənin məcazi mənada işlənməsi. Mətnə əsasən cədvəli tamamla. Babanın problemi nə idi? Problemi yaradan səbəb nə idi? Deməli, Süreyyanın problemi nə idi? Problemi yaradan səbəbi nə idi? Deməli, başlayaq. Biz mətn əsasında baxaq ona. Məsələn, bir problem yaza bilərik ki, çox vaxt cibində problem olmurdu. Cibində pul olmurdu. Bu problemi yaradan səbəb isə həmin günü iş
həmin günü işləyə bilməməsi. Bu bir problem və problemi yaradan səbəb. Və siz də şərh bölməsinə yazarsınız. Mən indi vaxt məhdudiyyətinə görə bir problem yazıram. Siz hansı problemlər yazmışsınızsa şərh bölməsinə qeyd eləyərsiniz. Bir izah verərik. Baxaq görək Sürayyanın problemi nə idi? Məsələn, Sürayya üçün problem yaza bilərik ki, məsələn, şikəst olması. Bu problemi yaradan səbəb isə qaldığı evin deməli qaranlıq və rütubətli olması. Qaranlıq və rütubətli olması. Qeyd etdiyim kimi mən hərəsinə bir problem yazdım. Siz əlavə nə yazmışsa şərh bölməsinə qeyd edərsiniz. Növbəti bizim mətnimiz Bənövşə və Baharın zərif müjdəçisi. 47-ci sualla davam edək. Baxaq. Və 47-ci sualla davam edək ki, mətnin tərkib hissələri ilə bağlı uyğunsuzluğu soruşur bizdən. Deməli, mətnimiz Bənövşə mətni idi və tərkib hissələrindən bağlı baxaq. Giriş hissədə Baharın gəlişi və Bənövşənin təsviri var burada. Bəli, bax, burada qeyd olunur ki, təbiətin oyanışından danışır. Ondan sonra Bənövşənin təsviri var. Boynu bükük görkəmi, incə ətri, göz oxşayan rəngi bir uyğundur. Daha sonra Bənövşənin elmi təsnifatı və botanik quruluşu, bəli, o əsas hissədə bu haqda danışır. Ona görə 2 əsas hissədədir, doğrudur. Nəticə hissədə Bənövşənin mənəvi və simvolik mənasından danışır. Mənəvi və simvolik məna, baxın. Deməli, mənəvi dəyərinə görə, bax, bu əsas hissədə danışdı. Eləcə də simvolik anlamı, bax, əsas hissədə burada qədim Yunanlarda, Romalılarda, ondan sonra bax, burada ilahi məna daşıması və s. və ilaxır. Ona görə bu əsasdadır, 3 yanlışdır. Girişdə isə tarixi şəxsiyyətlərin həyatı yoxdur. Cavabımız olacaq 3-4. Uyğunsuzluq budur. Mətndə belə fikirlər ifadə olunmayıb. Bənövşənin insan psixologiyasına təsiri konkret elmi araşdırmalarla sübut edilib. Konkret elmi araşdırma məsələsi yoxdur. Qədim Roma və Yunan xalqları Bənövşədən mərasim və bayramlarda istifadə edibdir. Bəli, bax, burada qeyd olunur ki, qədim Yunan və Romalılar mərasim və bayramlarda, bəli, deməli, Bənövşədən istifadə ediblər. 2 var, 2-ni siləcəm. Avropa şairləri və yazıçıları Bənövşəni öz əsərlərində sevə-sevə təsvir ediblər. Bəli, bax, qeyd olunur ki, Avropa ədəbiyyatının dahiləri Homerdir, Shakespeare'dir, Goethe'dir. Bəli, onlar öz əsərlərində, yaradıcılıqlarında Bənövşəyə xüsusi yer ayırıblar. 3 olan variantda gedəcək, cavabımız olacaq 1-4. Bənövşənin yaranması ilə bağlı bütün əfsanələr eyni mənbəyə əsaslanır. Səhvdir. Niyə? Çünki, məsələn, bax, burada bir əfsanə var. Adəmlə bağlı əfsanə var burada. Tanrı Adəmi bağışlayır və Adəmin minnətdarlıq gözyaşlarından yaranıb. Bir ilahi məna budur, bir rəvayətdə budur. Daha sonra qədim Yunan mifologiyasında başqa cür təsvir olunub. Cavabımız olacaq 1-4. Bənövşə estetik gözəlliklə yanaşı mənəvi dəyər daşıyan bir simvol kimi təqdim olunubdur. Bax, o burada danışdı. Yalnız estetik baxımından deyil, həm də mənəvi dəyərlərə görə sevilir. Bu da neçənci abzasdır? 1, 2, 3, 4 və 5-ci abzasdır. Cavabımız olacaq 5-dir. Qarşısına rəqəm yazılmış hansı cümlələri mətndən çıxarsaq məzmuna xələl gəlməz. Məsələn, bax, burada biri çıxarsam, nə yazdı? Təbiətin oyanışı hər zaman insan ruhunda ümid, sevinç və yenilmə hissi oyadır. Deməli, bu oyanışın ən zərif və ən səssiz, amma ən təsirli müjdəçilərindən biri Bənövşədir. Boynu bükük görkəmi, incədir. Yəni, mən bunu çıxarsam, burada birinci cümlədə Bənövşədən danışmadığı üçün, burada təzədən Bənövşədən danışır. Ona görə biri çıxara bilmərəm. 2-yə baxaq. Məsələn, yazır ki, burada qədim Yunan əsatirlərində günəş tanrısı Apollon, Zevs, Atlas və Pluto kimi mifoloji obrazlarla Bənövşənin taleyi əlaqələndirilibdir. Ehtiyac yoxdur, yəni bu cümləyə ehtiyac yoxdur. Yəni, bu miflərdə Bənövşə qorunan, gizlədilən, yer üzünə bəxş edilən bir varlıq kimi təqdim olunur. Buna ehtiyac yoxdur. Deməli, 2-ni çıxaranda problem yaranmır. 3-ə baxacağım. Qeyd olunur ki, Avropa ədəbiyyatının dahiləri filankəslər bu çiçəyə öz yaradıcılıqlarında xüsusi yer ayırıblar. Daha ehtiyac yoxdur ki, məsələn, Goethe, Weimar ətrafında Bənövşə çəmənliyi salmaq istəyi olubdur və s. və ilə. Buna ehtiyac yoxdur. Deməli, 2 ilə 3-ü çıxarsam, problem olmaz. Cavabımız olacaq B variantı. Mətnin tərkib hissələrini genişləndirmək baxımından uyğunluğu soruşur bizdən.
Bax burada məsələn mən nəticədən başlayacağam. Bax bağ deyir. Bu bağ. Bax burada nə yazdı? Bu bənövşə və bu baxımdan bənövşə insanla təbiət arasında mənəvi bağın canlı ifadəsidir, canlı ifadəsidir. Sonra deyə bilərik ki, bu bağ insanın təbiəti sadəcə müşahidə etmədiyini, onu hiss etdiyini göstərir. Deməli, D-ni yazdım nəticəyə. Sonra deyir ki, məsələn Y-yə baxaq. Məhz bu xüsusiyyət bənövşəni insan hisslərinin və düşüncələrinin səssiz daşıyıcısına çevirir. Nəticədə yazır ki, o səssizliyi ilə danışır, təvəzzökarlığı ilə öyrədir, varlığı ilə ümid verir. Bahar gələn, bax görsən səssizlik var burada. Bahar gələndə bənövşə bizə xatırladır ki, həyatın ən böyük gözəllikləri bəzən ən sakit görünən məqamlarda. Açar sözlərlə tapırıq biz bunu. Məhz bu xüsusiyyət bənövşəni insan hiss və düşüncələrinin səssiz daşıyıcısına çevirir. Yeni də biz ara yazacaq, nəticə yazacaq. 3-ə deyilən Y yalnız harda var? D variantında. 1-ə C-dir. İnsan təbiətlə ilk ünsiyyətini məhz belə incə detallarla qurur. Bəli, biz burada təbiətin oyanışından danışır, insan ruhunda ümid, sevinç, yenilənmə hissi oyadır və s. Bu tipli açar sözlərlə biz həqiqətən də deməli C-ni 1-ə girişə yaza bilərik. Əsasda isə A-la deməli B-dir. Məsələn bax burada təbiətin uzun sükutdan sonra danışmağa başladığı, çiçəyə cəmiyyət daxilində xüsusi bax məsələn bu an təbiətin uzun sükutdan sonra bir dənə bu hissəyə baxın. Deyir ki qışın sərtliyinə meydan oxuyaraq sanki deyir ki, həyat davam edir, torpaqdan baş qaldırır. Bax bu hissiyə artıq qış qurtarır, yaz gəlir, doğrumu? Və bu münasibət deməli daha doğrusu bu an təbiətin uzun sükutdan sonra yenidən danışmağa başladığı vaxtdır. Bir də burada çiçəyə münasibət, məsələn, əsatirlərdə, rəvayətlərdə, Avropa yazarlarının əsərlərində yer ayrılması, onun xüsusi status qazanması deməkdir. Ona görə 2-yə də B-ni biz rahatlıqla yaza bilərik. 5-ci abzas əslində 2 abzasdan ibarətdir. İlk söz, bax 5-ci abzası burada qeyd eləmişəm. Bura qədər nədən danışdı? Bənövşənin estetik və mənəvi dəyərindən danışır. Sonra yazır ki, bu gün də bənövşə çöllərdə. Burada artıq bənövşənin harda bitməsindən danışır. Ona görə bu gün sözü ilə başlayan cümlə növbəti abzasının ilk sözüdür. Cümlənin məzmununa görə nöqtələrin yerinə uyğun gələn ifadə. Məsələn, deyə bilərik ki, burada deməli nə deyir burada? Baxın, bu hissədədir. Deyir ki, bu miflərdə bənövşə həm qorunan, həm gizlədilən, həm də yer üzünə bəxş edilən bir varlıq kimi məsələn təqdim olunur. Varmı burada? Təqdim olunur. Cavabımız nə ola bilər? A variantı ola bilər. Məzmununa görə. Niyə məsələn nəzərə çatdırılır, yadda qalır, verilir və s. yox, təqdim olunur. Çünki bir dəqiqə bəlkə göstərilir. Bir dənə buna bir diqqətlə bir daha baxın. Deməli, qədim Yunan əsatirlərində Günəş tanrısı, Apollon, Zevs, Atlas və Pluto kimi mifoloji obrazlarla bənövşənin taleyə əlaqələndirilibdir. Bu miflərdə bənövşə həm qorunan, həm gizlədilən, həm də yer üzünə bəxş edilən bir varlıq kimi təqdim olunur olmaz, göstərilir olar. Niyə? Çünki təqdim olunur konkret yazarın əsərlərində bizə təqdim oluna bilər. Aydındırmı? Mifologiyada göstərilə bilər. C variantı. Əyanə, aşkar, qabarıq. Bu harda var rəqəmlə yazılan cümlələrdə? Bu deməli bir də yoxdur. 2-yə baxıram. Deyək burada 2 bariz nümunəsidir. Bax, 3-cü cümlədə bariz sözü, bəli, bariz nümunəsidir, yəni aşkar, qabarıq nümunəsidir. 3-cü cümlədədir, cavabımız C olmuş olacaq. Avropada bu çiçəyə maraq göstərilməmişdir. Bu fikir yanlışdır. Çünki ona görə yanlışdır ki, Avropa, bax, bu hissəyə baxın, deməli, Avropa ədəbiyyatının dahiləri Homer, Shakespeare, Goethe bu çiçəyə öz yaradıcılıqlarında xüsusi yer ayırıblar. Bax, bu hissəni xüsusilə qeyd. Bax, buranı köçürmək lazımdır. Yanlışdır. Çünki Avropa ədəbiyyatının dahiləri Homer, Shakespeare, Goethe bu çiçəyə öz yaradıcılıqlarında xüsusi yer ayırıblar. Bax, bu cümləni buradan başlayıb, burada yekunlaşdırmalısan. Bura yazırsan, qutardı, getdi. Mən qeyd edirəm bura. Avropa ədəbiyyatının dahiləri, nə bilim, Goethe, Shakespeare və s.
o hissəni olduğu kimi köçürürsən. Bənövşə birbaşa günəş işığını sevdiyi üçün əsasən çöllük ərazilərdə bitir. Bu fikir yanlışdır. Çünki bənövşə ilə yalnız çöllük ərazilərdə bitmir da. Çünki baxın, deyir ki, bu gün də bənövşə çöllərdə, parklarda, evlərdə boyataraq baharın ilk müjdəçisi olur. Elə əsasən çöllük ərazilərdə bitmir. Parklarda da bitir, evlərdə də boyatır və biz görürük ki, kölgəlikdə nə qədər, məsələn, Həyatyanı bağımda görürəm ki, yazın ilk vaxtlarında kölgəlikdə deməli nə qədər bənövşələr bitibdir. Yəni bənövşə üçün günəşin mütləq şəkildə onun üzərinə düşməsi şərt deyil. Ona görə yanlışdır və bu cümləni yazırıq ki, bənövşə əsasən deməli bənövşə çöllərdə, parklarda və evlərdə boyataraq baharın ilk müjdəçisi olur. Həmin cümləni götürüb bura köçürürsən və maksimum balını alıb oturursan. Tünd hərflərlə verilmiş ifadənin mənasını izah edin deyir bizdən. Hansı söz idi o? Məqam sözüdür ki, məqam sözü bir neçə anlamı ifadə edir. Yer, mövqe, vəzifə, dərəcə. Burada zaman məzmunu ifadə edir. Məsələn, vaxt məzmununu, zaman məzmununu, fürsət məzmununu ifadə edibdir. Ona görə ən sakit görünən məqamlarda, vaxtlarda, zamanlarda, bax, yaza bilərəm. Vaxtlarda, vaxt, zaman, nə bilim, fürsət, hal, vəziyyət bu mənaları ifadə etmiş olubdur. Deməli, əziz izləyicilər, videonu izlədinizsə nə gözəl. Suallarınızı şərh bölməsində qeyd edə bilərsiniz, cavablandıracağam, əmin ola bilərsiniz. Amma sizdən bir xahişim var, həm də bu bir şərtdir ki, mən sizin suallarınızı cavablandırıram. Siz də nə edirsiniz? Mənim, deməli, YouTube kanalıma nə edirsiniz? Abunə olursunuz, abunə ol. Daha sonra videonu nə edirik? Bəyənirik, bəyən. Belə növbəti izahlarda görüşənə qədər sağ olun.